Həmçinin bu mələklərdən yer üzündə gəzilən mələklər vardır ki, onlar zikir məclislərinə tabi olurlar, axtarırlar, amma belə elm məclislərini. Əgər onu görsələr ki, bir qövm Allahı zikr edir, gələrlər, oturarlar onlara yanına gəlib onlarla oturarlar. Cələsu ileyhim və ma'ahum. İleyhim və ma'ahum. Onlarla bir yerdə. Və haffə ba'duhum ba'dan hattə yəbluğu anənəs-səmə. Bir-birlərinə belə dolanarlar, qənətlərini açır. Düz səməyə kimi qalxarlar. Təsəvvür edəsən. Göyə kimi qalxarlar. Necə ki, Buxari Müslimdə gələn hədisdə Əbu Hüreyrə radiyallahu anhudan gələn hədisdə deyir ki, Allah Subhanahu təbarək və Teala'nın mələkləri var. Gəzən mələkləri var. Onlar zikr məclislərinə tabi olurlar. Yetətəbbəunə məcəlisə zikr. Zikr məclislərini axtarırlar. Onların da harada var, oraya gedirlər, onu tabi edirlər. Əgər məclis tapsalar, orada zikr olunan məclis, orada oturarlar, onlarla bir yerdə. Və bir-birlərini belə fırlanıb, qənətləri ilə bir-birlərinə dolanarlar, belə açarlar qənətlərində belə. Hətta yerlə dünya samasına arasından, o insanların arasının yerine doldurarlar. Böyle bu formada. Düz dünya samasına kimi əhatə edirlər buranı. فَإِذَا تَفَرَّقُوا عَرَجُوا وَسَعِدُوا. Yəni məclis qutarandan sonra onlar qalxırlar göyə. Allah da onlardan soruşur. Hədisdə deyir ki, Allah da onlardan soruşur Azza və Cəllə. Allah da bildiyi halda onlardan soruşur. Hardan gəldiniz? Onlar deyirlər ki, Ci'nə min indi ibadin ləkə fil ard. Yer üzündə sənin üçün qullar vardı, onların yanına gəldik. Səni təsbih edirlər, Subhanallah deyirlər. Səni təkbir edirlər, Allahu Ekber deyirlər. Və yuhəllilunək, la ilahe illallah deyirlər. Və yəhmədunək, sənə həmd edirlər. Və yəsəlunəkə, səndən istəyirlər. Deyir, məndən nə istəyirlər? Allah Teala deyir ki, məndən nə istəyirlər? Onlar deyirlər ki, səndən cənnətini istəyirlər. Allah Teala deyir ki, onlar görüblər mi cənnəti? Deyirlər ki, xeyr, ey Rəbb. Deyir, görsələr necə olar bəs? Görsələr necə olar? Deyirlər ki, əgər cənnəti görsələr, və yəstəcirunəkə, yəni istəyirlər ki, sən onları neyəsən, cəhənnəmdən qoruyasan. Yəstəcirunəkə. Deyir, nədən qoruyum, nədən himayə edim onları? Deyir ki, ey Rəbb, sənin odundan. Yəni, cənnəti görüblər, nədir? Cənnəti istəyirlər və səndən istəyirlər ki, onları himayə edəsən. Deyir, nədən? Deyir, sənin odundan, cəhənnəmindən yəni. Deyir, onlar mənim odumu görüblərmi? Onlar deyirlər ki, xeyr. Deyir, və görsələr necə olacaqdır? Deyir ki, səndən bağışlanma diləyərlər. Deyir ki, hədisdə deyir ki, Allah Teala deyir ki, artıq onları bağışladım. Onlar nə istəyirlərsə onlara onu verdim. Və onları nədən ki, himayə istəyirlər, ondan himayə etdim. Və deyirlər ki, ey Rəbbimiz, orada bir filan xatakar qul var. O sadəcə oradan keçirdi. Və gələsə məhum. Keçirdi, gəldi, oturdu. Yəni. Hədisdə deyir ki, Peyğəmbər sallallahu deyir ki, Allah Teala deyir ki, və ləhu ғafartu. Onu da bağışladım. Sonra deyir ki, humul qavm la yashqa bihim jalisuhum. O qövm elə bir qövmdür ki, onlarla bir yerdə oturan bədbəxt olmaz. Subhanallah. Yəni, leysə ləhumul a'mal illəsi səyyahə fil ard. Yəni, həmin mələklərin əməlləri yalnız yer üzündə gəzməkdir, zikir, elm məclislərini axtarmaqdır. Kim ki bu zikir məclislərini təmir edir, qurur, buyuran nuş olsun. Belə lüğəti mənada deyək də. Bizdə deyilir, nuş olsun sən. Və hədə təkrimu ləzi a'tahu huvə min fadlillahi. Bu təkrim Allah subhanahu ta'ala ki,
onlara verilibdir. Yəni bu təkrim Allahdan olan bir fəzilətlədir. Sonra bu zikr məclisinin fəziləti ilədir. Allahın dinində fəqih olmaqdan, fəhim olmaqdan, başa düşməkdən səbəblərindəndir ki, bu fəziləti Allah Teala fəzilətindən sonra bu şeylərin səbəbi ilə onlara verilibdir bu təkrim, ikram olunur.